Çevrəyə aid maraqlı sualların izahına baxaq. Deyək ki, kəsişən çevrənin mərkəzləri arasındakı məsafə 26 sm-dir. Radiusları 14 və 16-dırsa, şəkil əsasının AB məsafəsini tapın. AB-ni soruşur deyə AB-yə biz bir x deyə bilərik. X. OB məsafəsini 14 verib. Deməli, bura 14 çıxaq x-dir. Bu hissədə 16 çıxaq x-dir. Və bu ümumi mərkəzləri arasındakı məsafəni də bizə 26 verib. Deməli, bu cəm bizə 26 verməlidir. 30 çıxaq x 26-ya bərabər olmalıdır. X isə 4 olmalıdır. Yəni, Y variantı. Deyir, perimetr ABC-nin 48-dir və çevrələrdən ikisinin radiusu 10 və 8-dirsə, üçüncünün radiusunu tapın. Baxaq ki, burada radiuslar budur. Bunları bizə 10 versə, məsəl üçün, bunları isə 8 versə, bunları da bizdən soruşur. Burada R, burada R. Perimetrdə bütün tərəfləri cəmidir. Yəni, 20 üzərinə gəlsin, 16 üzərinə gəlsin 2R bizə verməlidir 48-i. 36 üzərinə gəlsin 2R 48-dir. Və buradan 12-ni 2R alırıq. Radiusu isə 6 cm almış oluruq. Yəni, Y variantı. Deyir, O1 və O2 mərkəzi çevrələr xaricdən bir-birinə toxunur. O1A, O2B, yəni O2B məsafəsi üstdürsə, AB-ni tapın. Düstur var ki, 2 vurulsun kökaltda erir. Yəni, 2 kökaltda 15. Birbaşa belə tapa bilərsiniz, amma gəlin həlli yoluna da baxaq mütləq ki. Bu məsafələri birləşdirsək və buranı birləşdirək. Buna aid kifayət qədər suallar düşə bilir. Baxın, düzbucaqlı alındı. Bura 3-dürsə, deməli bu məsafədə 3-dür. Bura 2 qaldı. Bura baxın, bura 5-dirsə, radius burada 5-dir. Bura da 3-dür. Bura ümumi oldu 8. Bura 90 dərəcədir. Pifaqorla tapırıq ki, deməli 8-in kvadratından 2-nin kvadratını çıxsaq bu məsafəni verir. Yəni 60 verir. Bu kvadratıdır. Kökə də alsaq, eləyir 2 kökatda 15. Yəni bu məsafə 2 kökatda 15-dir. Bizdən AB-ni soruşur. AB də düzbucaqlıdır da, qarşı tərəflər bərabərdir. Yəni, təzədən 2 kökdə 15 tapmış olduq. Baxaq digər suala. Bizə çevrə verib. Çevrə. Deyir, çevrənin radiusu 15 cm-dir. Mərkəzinə müxtəlif tərəflərdə yerləşən, uzunluqları 24 cm və 18 cm olan paralel vətərlər arasındakı məsafə. Paralel vətərlər çəkək. Və bilirik ki, biz bunlara bir perpendikulyar çəksək, bunlar yarıya bölünəcək. 24 olacaq, yəni perpendikulyar 12, 12 bölünür. Bu da bölünür, 9, 9 olaraq bölünür. Radiusu da çəkək. Radiusu 15 verib. Burada radiusu, məsələn, radius burada olsun, tutaq ki, birləşdirək buranı. Radius 15-dir, bura 9-dur. 15, 9, Pifaqordan buranı 12 tapırıq. Yəni, bir də buradan təzədən yenə birləşdirsək. Aslında tam düzgün görünmədi. Hipotenuz 15-dir, 12 də 1 kateti. Deməli, 1 katetdə 9-dur. Bu ümumi cəmdə 21 olur. Radius 18 cm və mərkəzi O1 olan yarım çevrə ilə radiusu 7 cm və mərkəzi O2 olan çevrə bir-birinə toxunur. BC-ni istəyir bizdən. Biz buranı birləşdirsək, bu O1, O2 məsafəsini. Bunları birləşdirsək. Deməli, bura 18-dirsə, burada 18-dir. Burada 7-dir. Buradan Pifaqor alındı, çünki toxunur. 25-in kvadratından 7-nin kvadratını çıxanda O1 S-nin kvadratını verməlidir. 18 vurulsun 32. O1 S-nin kvadratı. Kök alsaq. 18-i nətər yaza bilər? 9 vurulsun 2. Bundan 6 vuraq 2 yazıram. 1 S 3 vuraq 4 vuraq 2. Yəni 24 cm çıxır. O1 isə 24-dür ümumi. Bura 18-dirsə, deməli BS-də 6-dır. Bizdən də BS-ni soruşur. Yəni cavab 6 cm.